Bismillahirrahmanirrahim və bihi nəstəin və sallallahu ala seyyidina Muhammed və alihi tahirin. Keçən dərsimizdə zəkat haqqında müxtəlif məsələlərə işarə etdik və qeyd etdik ki, inəyə, qoyuna və dəvəyə müəyyən şərtlər əsasında zəkat vacib olur. Lakin inə ilə qoyun və həmçinin dəvəyə bir neçə şərtlər əsasında zəkat vacib ola bilər. Birinci şərti budur ki, bir şəxs ki, dedik ki, ən azından 40 dənə qoyunu olsa, bir dənə qoyun zəkat verməlidir və yaxud da 30 dənə inəyi olsa, bir dənə inək zəkat verməlidir. Ən azından bir il 40 dənə qoyuna sahib olsun. Bir il kamil olaraq qoyuna və yaxud da 30 dənə inəyə sahib olsun ki, il tamam olduqdan sonra bəli, onun birin zəkat ünvanında ayrılmalıdır. Amma əgər bir nəfər inək aldı, 30 dənə inək aldı, 10 ay saxladı, 11-ci ayda 12-ci ay keçməmişdən qabaq bunu satdı. Belə bir insana o inəklərin 30 dənə inək olmasına baxmayaraq zəkat vermək vacib deyil. Həmçinin qoyunda da belədir, dəvədə də belədir. Bu birinci şərti. İkinci şərti bundan ibarətdir ki, o inəklərə, o dəvələrə zəkat vermək vacibdir ki, onları istifadə etməsin. Yəni, əgər bir nəfər inəkdən bir öküz vasitəsilə istifadə olundu, məsələn, yer şumlamaqda və yaxud dəvəni minik kimi istifadə elədi səfərlərdə, belə dəvələrə zəkat vacib deyil, hətta nisab həddinə yetişsə belə də. Bu da ikinci şərt. Üçüncü şərt budur ki, çox önəmli şərtdir. Bu şərti nəzərə alanda demək olar ki, çoxlu inəklər nə qədər çox olsa da belə zəkat vacib deyil. O da budur ki, o inəklərə, o qoyunlara zəkat vacib olur ki, bu sahibinin öz pulunun vasitəsilə alınan yemdən istifadə eləməsin. Yəni, il boyu çöldə otlasın. Məsələn, meşə ətrafındadır, ancaq meşənin otlağından istifadə edir. Yəni, sahibi o inəklərin, o qoyunların yemi üçün pul xərcləmir. Bu surətdədir ki, bunlara zəkat vacib ola bilər. Amma əgər bir nəfər 100 dənə inək saxlayır, ferması vardır, amma onun yemin özü alır gətirir. Bu surətdə ona zəkat vacib deyil. Əlbəttə, bu məsələni qeyd edim. Ola bilsin, xums vacib olar. Bir növ qazanc mənbəyidir. Bir ildən sonra ələ gətirdiyi qazancın öz ehtiyaclarını ödədikdən sonra artıq qazancı varsa, onun 1/5-ni verməlidir. Bizim mövzumuz zəkat məsələsidir. Bir nəfərin fərz edək ki, 500 dənə qoyunu vardır. Lakin qoyunların yemini öz cibindən pul xərcləyib alır, öz fermasında. Belə qoyunlara zəkat vacib deyil. Nə qədər qoyunlar çox olsa da belə. Çünki əsas şərtlərindən biri budur ki, çöldə, biyabanda otlasın. Bu da bəzi şərtlər ki, qeyd olundu. Amma zəkatı biz harada istifadə edə bilərik? Bu çox önəmli məsələdir. Allah Qur'an-ı Kərimin Tövbə surəsinin 60-cı ayəsində buyurur ki, zəkatı hara xərcləmək olar? Buyurur ki, İnnəməs sədəqat lil-füqarai vəl-məsakini vəl-amilinə əleyhə vəl-müəlləfəti qulubuhum və fir-riqab vəl-ğariminə və fi səbilillah və ibnis-səbil. Buyurur ki, vacibi sədəqə ki, məqsəd zəkatdır. Bu zəkatı ancaq fəqirlərə vermək olar, miskinlərə vermək olar. Fəqir və miskin buyururlar ki, hər ikisi ehtiyaclı olan şəxsdir. Lakin miskin həddindən artıq ehtiyacı çoxdur. Bəzən buyurulur ki, əsvəu halən, yəni fəqirə nisbətdə miskinin halı daha da pisdir. Məcbur olur ki, başqalarına ehtiyacını bəyan eləsin. Pəs kasıblara, ehtiyaclı olan insanlara vəl-amilinə əleyhə, yəni o şəxslər ki, İslam hakimiyyəti tərəfindən zəkat yığmaqda məmurdular. Onlara öz zəkatımızı verə bilərik. Vəl-müəlləfəti qulubuhum, hal-hazırki zamanda demək olar ki, bu aidiyyəti yoxdur. O zaman Peyğəmbərin zamanında Peyğəmbərə əmr olunmuşdur, zəkatı eləyə bilər. O kafirlərə versin ki, onlara zəkat vermək vasitəsilə onların qəlblərin özlərinə cəlb eləsin, yavaş-yavaş dinə onları tərəf yönəltsin. Yəni, kafirlər ki, zəkat vermək vasitəsilə küfürlərindən əl götürüb İslamı qəbul edərlərsə, zəkatdan onlar üçün də xərcləmək olar. Və fir-riqab, qul azad eləmək məqsədi ilə. Bir nəfər müsəlmandır, mömindir, lakin quldur. Əlbəttə, bunun da hal-hazırda mövzuiyyəti yoxdur hal-hazırda, amma qabaq var idi. İnsan eləyə bilərdi öz zəkatından
versin, bir dənə qulu azad eləsin Allah yolunda. Vəl qarimin, borclu olan insanlar, əgər ətrafımızda müsəlmandır, mömindir, borcludur, onun borcun ödəmək üçün biz zəkatımızdan pul ayıra bilərik. Zəkatımızı veririk, onun borcunu ödeyirik. Bir müsəlmanın, bir möminin borcun zəkatın vasitəsilə ödəmək olar. Və fi səbilillah, Allah yolunda. Və fi səbilillah kəlməsinin zimnində alimlərimiz burada ümumiyyətlə bütün ictimai yerlərdə ki, onun xeyri bütün müsəlmanlara dəyir, zəkatı orada xərcləmək olar. Məsələn, bir yol çəkintisində, bir məscid tikintisində zəkatımızdan xərcləyə bilərik. Bir mədrəsəni tikməkdə, bunların hamısı və yaxud da bir dini kitabxananı tikmək üçün zəkatdan pul xərcləmək olar. Və bin-səbilin də mənası budur ki, yəni bir nəfər ki, yolda qalıb, öz ölkəsinə qayıtmaq üçün pulu yoxdur, öz şəhərinə qayıtmaq üçün pulu yoxdur, ona da zəkatdan vermək olar. Davamda fəridətən minallah, bu Allah tərəfindən bir fərizədir, vacibdir, gərək bu verilsin. Bir məsələyə də mən işarə edim. Əgər yadınızda olsa, xumus bəhsində biz qeyd etmişik, xumusu verəndə gərək müctəhiddən icazə alaq, təqlid elədiyimiz müctəhiddən. Amma zəkat məsələsində belə deyil. İnsan eləyə bilər, öz zəkatını özünü bu deyilən 8 yerdən birinə xərcləsin. Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.